Rami müəllim, niyyəti dillə demək bidətdirmi və bidət olduğuna dair dəlil varmı? Elhamdülillah, şək yoxdur ki, namazda niyyət vacibdir. Namaz niyyətsiz olsa namaz batildir, sayılmır. Necə ki, bütün başqa ibadətlər, hər bir ibadətdə niyyət mütləq olmalıdır. Oruç tutursa, mütləq niyyət olmalıdır ki, oruç tuturam. Və həmçinin namaz. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "İnneməl a'malu bin-niyyat." Həqiqətən əməllərə qiymət, dəyər, mükafat yalnız niyyətlərə görə verilir. Və lakin niyyətin yeri qəlbdir. Niyyət qəlbdə formalaşır. Yəni ona görə insan tutaq ki, dildə desə ki, mən misal üçün zöhr namazı qılıram, amma niyyətində heç namaz qılmaq olmasın və ya həm də niyyətində işa namazı qılmaq olsun, niyyətə görə veriləcək. Dilə görə yox. Çünki niyyət qəlbdədir. Ona görə dillə niyə görə niyyət düzgündür eləmək, yəni demək namazı niyyəti. Çünki birincisi dediyimiz kimi niyyətin yeri qəlbdir, dil deyil. Görürsünüz ki, yalancıdır. Yalancı danışır, amma qəlbində başqa şey tutur. Biz ona inanmırıq. Çünki dil başqadır, niyyət başqa. İkincisi, niyə görə düzgün deyil niyyəti dillə demək? Ona görə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm namaz qılırdı sahabələrin qabağında və niyyəti səslə demirdi. Və sahabələrin heç biri sabit, səhih hədis yoxdur ki, niyyəti dillə deyib. Yoxdur belə bir hədis. Bir dənə sahabi o əməli eləmir. Nə Peyğəmbər sallallahu aleyhi və səlləm eləyib, nə Peyğəmbər sallallahu aleyhi və səlləm öyrədib, nə sahabilər edib, nə sahabilər öyrədib. Yoxdur, heç biri. Hətta nə ki sahabilər, böyük imamlar, 4 məzhəb imamları, istər Əbu Hanifə, Şafi, Malik, Əhməd, heç biri deməyib ki, niyyəti gərək dillə deyəsən. Ona görə bu məsələdə biz niyyəti dillə desək, biz Peyğəmbər sallallahu əleyhi və səlləm sahabelərə müxalif oluruq. Biz isə dini onlardan götürməliyik. Onlardan götürməliyik. Yəni namazı belə qılmalıyıq ki, necə onlar qılıblar. Və ona görə görürsünüz ki, o niyyəti deyənlər də getdikcə özləri üçün çətinləşdirir dini. Çünki görürsən başlayır namazı qılmağa deyib demədim. Təzədən başlayır namaz qılmağa. Sonra görürsən onlar özləri ixtilaf edirlər. Niyyəti necə demək lazımdır? Bəziləri deyir ki, zöhr namazı qılıram. Deyir, yox, bəs deyil. Deyirən zöhr namazı qılıram qiblə tərəfə. Deyir, yox, bəs deyil. Deyirən zöhr namazı qılıram qiblə tərəfə 4 rükət. Deyir, o birisi deyir, yox, bəs deyil. Deyirən zöhr namazı qılıram 4 rükət qiblə, imamın dalında, meçiddə, vacib, qurbətən, ilallah və s. Neçə dənə görürsünüz, onlar özləri ixtilaf edir. Çünki hamısı bidətdir. Heç biri Peyğəmbər sallallahu deməyib, ona görə belə ixtilaflara düşürlər ki, bu ümumiyyətlə niyyəti necə demək lazımdır. Yəni belə niyyəti demək dillə dini çətinləşdirməkdir dördüncüsü. Görürsünüz nə qədər bunda fəsadlar var. Həm də din asandır, din Peyğəmbər sallallahu dinidir, sahabələrin dinidir. Onlar da bu əməli etməyiblər. Yəni niyyəti dillə deməyiblər. Allah da yaxşı.